Şərhi hal. Şərhi hal, yəni kiminsə deyək, halın şəxsiyyətini ortaya qoymaq. Wikipedia məsələn üçün var da. Bir də var, dirayə var, dirayə. İnşallah oxuyacağız gələn semestr, gələn il çox güman, hədis rical dirayə. Danışır məsələn üçün etibarlı şəxslər barəsində. Və bioqrafiya, bioqrafiya danışır hamıdan. Yaxşı, pis insan. Dirayə danışır adətən rical, da doğrusu. Danışır kim ki etibarlı insanlardır. Hələ hamıdan yox. Şərhi hal, keçmiş tarixdə filan kəs olub. Deyək məsələn, olub adam Adalamanasov, nə bilim, Qadiley. Bu keçmiş şəxsiyyətlər, danışır onlardan. Tarixnamələr, fətihnamələr, fəth olunmuş ərazilər və s. Tarixi əsərlərdir məsələn. Məsələn, bu Ağız mağarasından qalan bir yer. Haçandan danışır, keçmişdir. Hansı mövzu, hansı elm, tarix. Bütün millətlərdə belə əsərlər yazılır və indi yazılır. Bu mənada tarix elmi bir sıra qanun və qaydalar. Mən bir haşiyə çıxım, mən danışmışım fiqh elmində. Bizim fiqh dərsimiz vardı, əhkam müəllimliyi. Lakin olmadısa, əldən çıxartdı onları. Amma YouTube-da var, kimsə baxa bilər. Tarix əhkam müəllimliyi fakültəsi. Deməli, orada biz keçmişdik. Hətta bu cümlə hüquq elminə aiddir. Hüquqda mən keçməmişəm, deməmişəm. İnşallah deyirəm, gələn dərslərimizdə. Qayda və qanun fərqi var. Qayda başqa şeydir, qanun başqa şeydir. Daha mən çalışım gəlmə qeyd edeyim. Yəni, burada qeyd edib deyə deyirəm ki, baxma, burada qeyd edilib qayda və qanunlar, amma fərqli şeylərdir. Müəyyən mənaları olan fərqi var. Tarix elmi bir sıra qayda və qaydaları, tarixi, qayda qanunları əhatə edən külli elm, yəni bütöv elm, bütöv hamısı. Deyir, yox, külli elm deyil. Hər elm bunda deyil. Bir sıra fərdi və şəxsi iş və hadisələri əhatə edən cüzi elmdir. Məsələn, keçmişdə filan məsələlər olub. Deyir, hər keçmişdə baş verən hadisə tarix demək deyil. Məsələn, keçmişdə filan yerdə vulkan püskürüb. Bu hara aiddir? Coğrafiyaya. Bu artıq onun işi deyil. Düzdür, keçmişdə olub. Hər keçmişdə baş verən tarixatidir, yox. Bu cüzi elmdir. Baş verən hadisələr, insanlar barəsində, onların deyək, sosioloji məsələn, həyatları barəsində deyək, nə bilim, fətihlər, müharibələr, ərazi filan, müəyyən miqdarda hər keçmişdən danışan elm tarix demək deyil. Külli elm deyil. Yəni, tarix bütün keçmişi götürsün əlindən deyir, yox, cüzidir. Məsələn, keçmişdə, bir dəfə deyək, kosmosa, Ruslar, Amerikanlılar. Bu hansı elmdir? Astronomiya, nə və s. Bu tarix deyil. Tarix nə baxımdandır? Falan illə baş verib. Amma tarix onu araşdırmayacaq. Çünki tarix bilmir nə deməkdir coğrafiya, nə deməkdir kosmik gəmi, nə deməkdir meridianlar. Bu onun sahəsi deyil. İkincisi, tarix elmi bu mənada əqli deyil, nədir? Nəqli elmdir. Var əqli, var nəqli. Əqli, yəni ağılla. Ağılla. İnsan götür qoyulur, filan, filan. De var nəqli. Nəqli yəni ki, nə? Yazılıb. Nəqli məsələn ayə və ya etibarlı hədislər. Yəni bizim sübutlarımız var da, həm əqli, həm nəqli, hər hansı bir şeyin isbatı üçün, həm ağıldan elə istifadə, həm də tarixi baxımından. Deyir, tarix ağılla olan bir elm deyil, yazılarlandır. Məsələn, tarixdə filan hadisə baş verib, baş verməyib. Bu ağılla götürüb qoyulmur ki, baş verməyib. Mənim düşüncəmə üçün baş verməyib, səncə ki, baş verib. Ya bunun orta məxrəci nə oldu? Baş verməyib. Baxmaq üçün harasa. O harasa baxmaqlığın yazı yeridir. Yazı yəni ki, nə? Nəqli. Tarixin kökü nədir? Nəqlidir. Məsələn, bir deyək də, hamımızın pasportu var. Düzdür. Məsələn, filankəs qızı, filankəs oğlu. Nəqli cəhətdən sən ad familyanın atan budur. Deyirsən ki, atan kimdir? Demirsən, filankəs. Sübutla, deyib, baxaq, mənim pasportumda filankəs qızı, filankəs oğlu. Bu nəqli sübutundur. Nəqli, yazı. Əqli sübutun var buna. Ki, sən bunun oğlu və qızısan, ağlı cəhətdən. Elə şey var ki, ağlı cəhətdən isbata alınmır. Nəqliyə ehtiyacı var. Yəni, yazılmaya. Deyir, tarix elmlərdəndir ki, yazıya ehtiyacı var. Yazının üzərindən qurulub. Yazı olmasa tarix olmayacaq.
Üçüncüsü isə indiyə deyil, keçmişə aiddir. İndi nə baş verirsə, artıq baş verir. Mümkün 5 gün sonra ki, 2 gün, 2 saat sonra artıq bu indi baş verən keçmişə döndü. Keçir tarixin nəzdinə. Keçir tarixi bedəyi hesablanır ki, artıq bu tarix bəsləyəcək. Baş verir və baş verəcəksə, indiki və gələcək zaman tarixə aid deyil. Biz belə bir tarixi nəqli tarix adlandıracaq. Nə ki, baş verib və yazılıb, o qədər nəqli. Bu tarix barəsində birinci məlumat. Deməli, bir elmdir. Mənasını dedim. Və danışır müəyyən şəxslərdən, fətihlərdən, olmuş hadisələrdən. Hər olmuş hadisə deyil. Özünə aid olan hadisə, da danışmır coğrafiyanın hadisəsindən. Nə ki, özünə aiddir. Adətən baş verir, danışır hadisələrdən, müharibələrdən, fətihlərdən və s. Və əqli deyil, nəqlidir. Bu bir məna.